Gəncədə diqqət çəkən bir hadisə baş verib. Əldə etdiyimiz məlumata görə Hesablama Palatası hazırda Gəncə şəhər İcra Hakimiyyətində nəzarət tədbirləri həyata keçirir. Məlumatı dəqiqləşdirmək üçün ajans Azquruma rəsmi sorğu ünvanlayıb. Hesablama Palatasından verilən cavabda bildirilib ki, yoxlama prosesi 2025-ci il üçün təsdiqlənmiş iş planına əsaslanır və planlı şəkildə aparılır. Qurumun açıqlamasına görə audit tədbiri Hesablama Palatası haqqında qanunun 22-ci maddəsinə uyğun olaraq həyata keçirilir və proses hələ də davam edir. Palata onu da qeyd edib ki, yoxlamanın nəticələri hazır olduqdan sonra həmin qanunun 37-ci maddəsinə əsasən ictimaiyyətə təqdim ediləcək. Palata onu da qeyd edib ki, yoxlamanın nəticələri hazır olduqdan sonra həmin qanunun 37-ci maddəsinə əsasən ictimaiyyətə təqdim ediləcək. Bu da o deməkdir ki, hazırda Gəncə şəhər İcra Hakimiyyətində maliyyə və idarə etməklə bağlı sənədlər, xərclər və görülən işlər detallı şəkildə araşdırılır. Auditin məqsədi dövlət vəsaitlərinin istifadəsində şəffaflığı təmin etmək, mümkün nöqsanları və ya pozuntuları müəyyənləşdirməkdir. Xatırladaq ki, Hesablama Palatası ölkə üzrə müxtəlif dövlət qurumlarında mütəmadi olaraq audit tədbirləri aparır və bu yoxlamalar dövlət büdcəsinin xərclənməsinə nəzarətin bir hissəsidir. Sorğumuza operativ cavab verdiklərinə görə Hesablama Palatasına təşəkkürümüzü bildiririk. Sorğumuza operativ cavab verdiklərinə görə Hesablama Palatasına təşəkkürümüzü bildiririk.